Salam əziz həmkarlar. Biz bu gün öyrənirik duyğu orqanlarımız və analizator. Analizator nədir? Analizator hər hansı bir məlumat növünün qəbul olunması, onun beyinə ötürülməsi və orada analizi, təhlilidir. Ümumilikcə analizator 3 hissədən ibarətdir. Birinci hissə olur prefilik hissə, yəni qıcıqları qəbul edən reseptorlardan təşkil olunmuş sahədir. İkinci hissə nəqledici hissə, yəni hissi yol, sinir impulslarını ötürən hissi liflərdən təşkil olunmuşdur. Üçüncü hissə mərkəzi hissədir. Baş beyin və beyin yarımkürələr qabığının oyanmanı qəbul edən hissəsidir. Yəni, belə deyək, hissi yol aparır mərkəzə, artıq orada baş beyin və yarımkürələr qabığı qəbul edir, analiz edir. Ümumilikcə, analizatorun bu 3 hissəsindən hər hansı bir hissəsi zədələnərsə, həmin analizator pozulmuş hesab olunur. Duyğu orqanlarına göz, əlavə olaraq qulaq, dil, burun, bir də dəri. Bunlar bizim duyğu orqanlarımızdır. İndi biz öyrənirik göz. Göz özü görmə orqanıdır. Yəni, insan məlumatın 70-80%-ni göz vasitəsilə alır. Gözün quruluşu, buradan baxsaq, hansı hissələrdən ibarətdir? Görmə orqanı göz olmasından, bir də köməkçi aparatdan ibarətdir. Deməli, nədən ibarət oldu? Köməkçi aparat, bir də göz almasından ibarətdir. Köməkçi aparata nələr daxildir? Köməkçi aparata daxildir qaşlar, kirpiklər, göz yaşı vəzləri, göz qapaqları, əlavə olaraq göz almasını göz yuvasına birləşdirən əzələlər aiddir. Yəni, gözü hərəkət elətdirən əzələlər aiddir. Bir gözdə də 6 ədəd əzələ var. Bir də bura sinir və qan damarları aiddir. Bəs göz alması kəllənin ön tərəfində, göz yuvasının içərisində yerləşir. Göz alması kürə formasında olub, görmə analizatorunun mühidi hissəsini təşkil edir. Göz alması 3 qişadan ibarətdir. Ağlı qişa, damarlı qişa, bir də torlu qişa. Gəlin buradan bunların bir-bir funksiyalarına baxaq. Dedik göz alması oldu. Ağlı qişa, damarlı qişa, bir də torlu qişa. Biz birinci öyrənəcəyik ağlı qişanı. Yəni diqqətlə şəkildə baxın. Ağlı qişa gözü xaricdən örtür və onu ətraf mühitin təsirlərindən qoruyur. Yəni, ağlı qişa qeyri-şəffaf xarici qişa olub, birləşdirici toxumadan əmələ gəlmişdir. O, gözün daxili strukturunu, xarici mühitin mexaniki və kimyəvi zədələnmələrindən qoruyur, göz almasının kürə formasında qalmasını təmin edir. Ağlı qişa ön tərəfdən şəffaf və azca qabarıq olan buynuz qişanı əmələ gətirir. Deməli, ağlı qişa ön tərəfdən buynuz qişanı əmələ gətirdi. Buynuz qişa ağlı qişana öndən davam olub, işıq şüalarını sərbəst buraxır. Buynuz qişa ən güclü şüa sındıran strukturdur. Bunu da yadınızda saxlayın. Daha sonra gəlir damarlı qişa. Damarlı qişa harada yerləşir? Deyəcəksiniz ki, ağlı qişanın altında yerləşir. Göz almasını qanla təhciz edən damarlarla zəngindir. Ümumilikcə, həmin bu damarlar gözü qidalandırır. Bu qişanın daxili səthi işıq şüasını udan qara rəngli pigment qatı ilə örtülmüşdür. Bunu da yadınızda saxlayın. Pigment qatı ilə örtülüb. Burada göz almasının içərisində işıq səpələnmir, əks olunmur. Damarlı qişa ön tərəfdən buynuz qişanın arxasında olan qüzehli qişaya keçir. Deməli, qüzehli qişa damarlı qişanın öndən davamıdır. Buynuz qişanın altında yerləşir. Gözə xaricdən buraxda, yəni baxdıqda müxtəlif rənglər görünür. Gözə bu rəngi verən qüzehli qişada olan pigmentlərdir. Qüzehli qişanın ortasında yerləşir bəbək. Bəbək qüzehli qişanın mərkəzində yerləşən dar dəlikdir. Orada olan saya əzəllər vasitəsilə daralıb genəlir. İşıq şüalarının miqdarını tənzimləyir. Baxın, bəbək, yadınızda saxlayın. Radial, bunu kitabda bir yerə qeyd eləyin, testdə var.
radial bir də dairəvi əzələlərlə əhatə olunmuşdur. Necə? Radial bir də dairəvi əzələlər. Bəbək gücü şağın təsirindən dairəvi əzələlərin yığılması nəticəsində daralır. Deməli, bəbəyi daraldan dairəvi əzələdir. Zəif işıqda isə radial əzələlərinin yığılması nəticəsində genişlənir. Bunu da yadınızda saxlayın. Daha sonra bəbəciyin arxasında iki tərəfli qabarıq linza şəkilli billur yerləşir. Billur gözün optik hissəsidir. Əyriliyi dəyişərək gözə düşən işıq şüalarını fokuslandırır. Bunu da yadınızda saxlayın. Billura birləşmiş saya əzələlərin reflektor yığılması və boşalması sayəsində o öz əyriliyini dəyişir. Nəticədə göz uzaq və yaxın məsafədə yerləşən əşyaları görməyə uyğunlaşır. Göz almasının bütün daxili boşluğu billurun arxasında yerləşən hissə də şüşəyə bənzər cisim adlanır. İşığı sındırma qabiliyyətinə malik olan həlməşiyə bənzər maddədir. Şüşəyə bənzər cisim işığı sındırır. Bir də yadınızda saxlayın, göz kameralarını dolduran maye, billur və şüşəyə bənzər cisim göz almasının nüvəsini təşkil edir. Gözün ən daxili qişası torlu qişadır. Burada görmə reseptorları, çöpcüklər və kolbacıqlar yerləşir. Görmə siniri də buradan başlanğıc götürür. Əşyanın xəyalı torlu qişada tərsinə alınır. Ancaq biz onu normal görürük. Bunu da burada yadımızda saxlayırıq. Torlu qişada çöpcüklər və kolbacıqlar var. 7 milyon kolbacıq, 130 milyona qədər də çöpcüklər var. Torlu qişada kolbacıqların daha çox olan sahəsi sarı ləkə, görmə siniri çıxan yer isə kor ləkə adlanır. Kor ləkədə kolbacıq da yoxdur, çöpcük də yoxdur. Deməli, sarı ləkədə kolbacıqlar çoxdur, kor ləkədən görmə siniri çıxdı, burada kolbacıq da yoxdur, çöpcük də yoxdur. Əşyanın xəyalı oraya düşürsə, yəni kor ləkəyə düşürsə, biz onu görmürük. Bunu da yadınızda saxlayırsınız. Əlavə olaraq, torlu qişanın mərkəzi çuxuruna uzun dalğalı şüa, qırmızı, qısa dalğalı da bənövşəyi. Biz həmin bu rəngləri görürük. Torlu qişada əşyanın xəyalı alınması necə olur? Bunu da sıralama burada deyirəm, qeyd edin. Bax, düşür buynuz qişa, buradan bəbək, buradan billur. Oradan gəlir şüşəyə bənzər cisim torlu qişa. Torlu qişada artıq görmə siniri əmələ gəlir. Görmə sinirindən sinir gedir orta beyin, orta beyindən gedir ara beyin, ara beyindən də böyük yarımkürələrin ənsa payı görmə nahiyəsinə gedir. Bunu da yadınızda saxlayırsınız. Görmə qüsurları və göz xəstəlikləri. Baxın, çəpgözlülük dedik, gözü hərəkət elətdirən əzələlər var. Bu əzələlərdə uyğunsuzluq nəticəsində çəpgözlülük yaranır və bu əməliyyatla düzələ bilən qüsurdur. Biri var yaxından görmə, biri var uzaqdan görmə. Uzaqdakı əşyanın xəyalı torlu qişadan öndə alınırsa, bu yaxından görmədir. Belə insanlar uzağı yaxşı görmür, deməli yaxını görürlər. Səbəbi göz almasının uzunsov olmasıdır, bu anadan gəlmədir və sonradan qazanılma da billur qabarıqlığının artması nəticəsində yaranır. Deməli, yaxından görmə zamanı əşyanın xəyalı torlu qişadan öndə olur, yaxını görürsən uzağı yox, göz alması uzunsov olur, billur qabarıqlığı artır və yaxından görmə zamanı səpici linzadan istifadə olunur. Bunu da yadınızda saxlayın. Anadan gəlmə səbəb göz almasının uzunsov, sonradan da billur qabarıqlığın artması nəticəsində yaranır. Uzaqdan görməyə əşyanın xəyalı torlu qişadan arxada alınır. Yəni, torlu qişanı vurub keçir. Belə insanlar uzağı yaxşı görürlər, yaxını görmürlər. Anadan gəlmə səbəbi nədir? Göz almasının qısa olması. Sonradan qazanılma da billur qabarıqlığının zəifləməsidir. Və bu zaman da toplayıcı linzadan istifadə olunur. Daha sonra katarakt. Buna mirvari suyu da deyirlər. Billurun bulanmasıdır. Bu da maddələr mübadiləsinin pozulması nəticəsində yaranır.
Daltonizm. Daltonizm xəstəliyi zamanı qırmızı və yaşıl rəngi seçə bilmir. Səbəb kolbacıqların normal fəaliyyətinin pozulmasıdır və irsən keçən xəstəlikdir. Toyuq korluğu da çöpcüklərin funksiyalasının zəiflənməsi nəticəsində toran işıqda görə bilmir. A vitamini ilə zəngin qidalar yemək lazımdır. Konjunktiv də infeksiyon göz xəstəliyidir. Burada gözün iltihablaşması baş verir. Ümumilikcə yadınızda saxlayın. Çöpcüklər toran işığın reseptorları olub, qaranlıqda görməni təmin edir. Kolbacıqlar ancaq parlaq işıqda qıcıqlanaraq işıqda görməni təmin edir. Yəni çöpcüklər sayəsində biz qaranlıqda görürük, kolbacıqlar sayəsində də biz işıqda görürük. Bunu da yadınızda saxlayırsınız. İndi gəlirik eşitmə orqanımız. Eşitmə orqanımız nədir? Deyəcək ki, eşitmə orqanımız qulaqdır. Yəni qulaq eşitmə orqanıdır. Qulaq özü 3 hissədən, xarici qulaq, orta qulaq, bir də daxili qulaqdan ibarətdir. Xarici qulaq ümumilikcə qulaq seyvanı, bir də xarici qulaq keçəcəyindən ibarətdir. Baxın, burada şəkildə verib. Qulaq seyvanı, bir də xarici qulaq keçəcəyi. Səs dalğalarını qəbul edib təbil pərdəsi vasitəsilə orta qulağa ötürür. Təbil pərdəsi orta qulaqla xarici qulağın arasında yerləşir və orta qulaqla xarici qulağı biri-birindən ayırır. Bunu da yadınızda saxlayın. Yəni sizə sual düşsə ki, xarici qulaq harada bitir? Deyəcəksiniz ki, təbil pərdəsində bitir. Sonra gəlir orta qulaq. Təbil pərdəsinin arxasında biri-biri ilə bağlı 3 kiçik sümükdən, çəkit, zindan, bir də üzəngi sümüklərindən təşkil olunmuşdur. Əlavə olaraq orta qulaqda eşitmə borusu, Yevistaxi borusu var ki, bu da burunla udulağı əlaqələndirir. Buradan gələn hava təbil pərdəsinin hər iki tərəfində təzyiqin bərabərləşməsinə səbəb olur. Orta qulaq sümükləri təbil pərdəsində aldığı titrəyişləri gücləndirir və daxili qulağa ötürür. Yəni təbil pərdəsi tərpəndikdə çəkicə, çəkit zindana, zindan da üzəngiyə havanı ötürür. Bunu da yadınızda saxlayın. Bunlar biri-biri ilə ardıcıl şəkildə birləşir. Sonra gəlir daxili qulaq. Daxili qulaq ilbizdən, dəhlizdən və 3 yarımdairəvi kanal, oval və dairəvi kəsəciklərdən ibarətdir. Deməli, bir qulaqda 3 yarımdairəvi kanal var, 2 qulaqda 6. Orta qulaqda gücləndirilmiş səs dalğaları oval pəncərə vasitəsilə ilbizin içərisində yerləşən eşitmə reseptorlarına çatır. Deməli, görmədə görmə reseptorları harada yerləşirdi? Torlu qışada. Eşitmədə də eşitmə reseptorları ilbizdə yerləşir. Bunu da yadınızda saxlayın. Və səs dalğasının yaratdığı sinir impulsu necə keçir? Bax, qulaq seyvanından xarici qulaq keçəcəyi. Buradan təbil pərdəsi, çəkit zindan üzəngiyə. Buradan oval pəncərə, dəhliz, ilbiz, eşitmə siniri və buradan da gəlir eşitmə mərkəzinə. Bunu da burada yadınızda saxlayırsınız. Və əlavə olaraq burada məsələn səs şiddətini ölçmək üçün desibeldən istifadə olunur. İnsanın normal desibel 60-dır. Yəni 35-65 desibel normal sayılır. 65-dən yuxarı olarsa zərər verə bilər. 90-dan yuxarı da təhlükəlidir. Bir də burada nəyi yadınızda saxlayırsınız? Daxili qulaqdakı yarımdairəvi kanallar, oval və dairəvi kisəciklər bir yerdə, vestibulyar aparatla bir yerdə müvazinət orqanını əmələ gətirir. Yəni, müvazinət orqanı daxildə yerləşir, bura aiddir. 3 yarımdairəvi kanallar, bir də kisəciklər, oval və dairəvi kisəciklər aiddir. Bunu da buradan yadınızda saxlayırsınız. Sonra gəlir dəri. Ümumilikcə dəri bədənin xarici örtüyüdür. İnsan dərisinin səthinin sahəsi 2 metrin kvadratına çatır. Dərinin müdafiə funksiyası var, hissiyat, sintetik, ifrazat, tənəffüs, ehtiyat, bir də istilik tənzimi funksiyası var. Dəri 3 hissədən xarici dəri, yəni epidermis, xüsusi dəri, yəni əsl dəri derma, bir də dəraltı pi qatından təşkil olunmuşdur. Epidermisin qalınlığı 0,1-1,5 mm-dir. Epidermis çoxqatlı epitel toxumasından təşkil olunub. Burada qan damarları yoxdur.
Epidermisin üst qatındakı hüceyrələr ölüdür, daim sürtülüb tökülür. Məsələn, başda əmələ gələn kəpək də bu qatın ölmüş hüceyrələridir. Epidermisin alt qatında yerləşən canlı hüceyrələr ölmüş hüceyrələrin əvəz olunmasını təmin edir və orada melanin pigmenti var. Bu da günəş şüalarının təsiri altında yaranır. Melanin dəriyə rəng verir. Əsl dəri dermada. Bura çoxlu sayda elastiki lifləri olan sıx birləşdirici toxumadan təşkil olunub. Bura qan damarları, sinirlər, tər vəziləri, piy vəziləri, reseptor, tükü qaldıran əzəllər yerləşir. Epidermisdən xeyli qalındır. Bütün hüceyrələri canlıdır və birləşdirici toxumadan əmələ gəlmişdir. İndi gəlin bir-bir, burada verib, elə də verməyib, yox verib. Tər vəziləri. Deməli, burada bir-bir danışaq. Tər vəziləri nədir? Epiteli mənşəlidir. Harada yerləşir? Dermada yerləşir. Xarici sekresiya vəziləridir. Axacaqları epidermisin üst qatından xaricə açılır. Tər vəzisinin ifraz etdiyi tər orqanizmin ifrazat məhsullarının bir qismini xaric edir. Burada insanın 2 metr kvadrat dərisində təqribən 2 milyona qədər tər vəziləri olur. Daha sonra reseptorlar müxtəlif qıcıqların təsirindən əmələ gələn oyanmalar dərinin duyğu orqanı kimi fəaliyyət göstərməsinə səbəb olur. Tükü qaldıran saya əzələlərdir. Bunlar yığılıb açılarkən tüklərin vəziyyəti dəyişir. Tük soğanaqları da derma qatında yerləşir. Tüklərin qanla təchiz olunması buradan həyata keçirilir. Qan damarları dərini qanla təchiz edir. Piy vəziləri tükləri elastik və parıltılı edir. Axacaqlar da tük soğanaqlarına açılır. Sonra üçüncü qat olan dəraltı piy qatı dərinin ən alt qatıdır. İnsan arıqlayarkən bu qat nazilir. Piy qatı orqanizmi mexaniki təsirlərdən qoruyur, istilik tənzimində mühüm rol oynayır. Bunu da buradan yadınızda saxlayırsınız. Sonra gəlir həmkarlar. Qoxu analizatoru. Ümumiyyətlə, qoxu analizatoru nədir? Əlbəttə ki, deyəcəksiniz ki, qoxu burundur. Yəni, qoxu reseptorları burun boşluğunun selikli qişasında yerləşir. Qoxu reseptoru özü qoxudan, bir də dayaq hüceyrələrindən ibarətdir. Hər bir dənə dayaq hüceyrəsinin ətrafında 9-10 qoxu hüceyrəsi olur. Qaz halında olan iyli maddələri qoxu reseptorları qəbul edir. Reseptorlarda əmələ gələn qoxu siniri vasitəsilə böyük yarımkürələrin qabığının qoxu nahiyəsinə nəql olunur. Sonra burada var dad orqanımız, dil. Ümumilikcə, dil reseptorları ağız boşluğun selikli qişasında, dildə olan məməciklərdə və dad tumurcuqlarında yerləşir. Baxın, dilin ucu, burada diqqətli olun. Dilin uc hissəsi, bax bu hissəsi şirin. Kök hissəsi acıdır. Yanları da turşdur, uc yan hissələri duzludur. Bax bu dilin ucunun, bax burada verib də şəkillə bizə. Ucu şirindir. Bu şirinin yanları, bax bu şirinin yanları duzludur. Duzlunun yanları turşdur. Sonu da nədir? Acıdır. Bunu da buradan yadımızda saxlayırıq. Qidanın temperaturu da 15-35 Selsi olduqda biz onun dadını yaxşı hiss edirik. Qida ağız suyu ilə islanmadıqda onun dadını hiss etmək olmur. Burada da onu qeyd edib 15-35 Selsidə qidanın dadını daha yaxşı hiss edirik. Sonra burada nə var? Bax, görmə qüsuru olan insanlar Braille əlifbasından istifadə olunur. Yəni, Braille əlifbası vasitəsilə görmə qüsuru olan insanlar həmin Braille əlifbasından istifadə edirlər. Sonra burada orqanlar nizamla çalışır. Bu lazım deyil bizə. Lazım deyil deyəndə özünüz üçün bir dəfə oxuyarsınız. Orqan nəqli həyat verir. Bax, bu hissəni də qəşəng-qəşəng oxuyursunuz. Ümumilikcə, donor yaşı 18 yaşa çatmadıqda ondan nə götürə bilərik? Yalnız sümükliyini götürə bilərik. Yerdə qalan orqanlar 18 yaşından sonra əgər sağlamlığı şərait verirsə, donor nəqli ola bilər. Bunu da yadınızda saxlayın. Zərərli vərdişləri də özünüz üçün bir dəfə oxuyursunuz. Sonra, baxın,
Böyrəklər canlı və yenicə ölmüş insanlardan alınmalıdır. Bunun üçün xəstə orqanını bağışlayan insan əvvəlcədən hazırlanır və düzgün şərtlər altında əməliyyatlar aparılır. 2 və 4 saat çəkən bu əməliyyatlar çox risklidir. Canlı orqanizmdən ayrılan böyrəklər əməliyyatdan dərhal sonra, ölmüş orqanizmlərdən alınan böyrəklər 2-3 həftədən sonra fəaliyyətə başlayır. Burada testlərdə sizi qarışdırıb yazırlar ki, canlı orqanizmdən alınan böyrəklər 2-3 həftədən sonra yox. Canlı orqanizmdən alınan böyrək dərhal sonra fəaliyyətə başlayır. Ölmüş orqanizmdən alınan böyrək 2-3 həftədən sonra fəaliyyətə başlayır. Bunu da yadınızda saxlayırsınız. Azərbaycanda da ürəkdir, ağciyərdir, böyrəkdir, qaraciyərdir, dəridir. Bunlar artıq köçürməsi mümkündür. Canlı donordan qaraciyərin bir hissəsini, böyrəyin də birini köçürmək mümkündür. Bunu da yadınızda saxlayın. Sonra nə deyək burada? Baxın, donordan asılı olaraq orqan köçürülməsi bir neçə cür həyata keçirilir. Eyni insanın bədəninin bir bölgəsindən digər bölgəsinə toxuma köçürülür. Bir insandan başqasına toxuma köçürülür. Suni orqanlar, kök hüceyrələrdə orqanların klonlaşdırılması. Bunu da yadınızda saxlayırsınız. Oldu həmkarlar. Dərsimiz bu qədər.